Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonuna aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Bu dəfəki canlı yayımda Sevərin yoxluğundan istifadə edən Həci tək başına kamera qarşısına keçib. O, avokado dadma seansı təşkil edib. Yayım zamanı eksotik meyvəni ilk dəfə tək başına sınayan Həcinin avokadonun dadına verdiyi birmənalı olmayan reaksiyaları və maraqlı mimikalar izləyicilərin diqqətini cəlb edib. Həmin görüntüləri təqdim edirik. Avokado. Avokado. Güya da avokado. Uşaqlar ucuz da deyil ha, yəni deyim xəbəriniz olsun. Ucuz da deyil. Valla Civera'da bir dənə biz 1 manata su alırıq ha. 1 manata su alırıq. O butulka sular. Marketdən butulka sular alırıq 1 manat. Bizim pulla o burada 30 manatdır Civera'da. 30 manat. Bizim 1 manatlıq su Civera'da 30 manatdır. Marketdən 1 manata butulka alırıq su. Çok pahalı olurdu. Ama eğlencelidir de. İstediğin efekti alabilirsen. Civera'dayım, inşallah Civera. Dubai. Dubai'yle Bəşkidən geri. Bu yemeği yiyeyim. Çıkıp göstereceğim size. Haradı. O dakika televizorda görüp yadınıza düşecek. Uşaqlar bir rica etsem olar. Baştan birinci videonu bir like eləyində burada çəkmişəm. Kimle götürmüşsən? Dostlarımla. Bir geçsin. Sen yemen gelmedi. Ha? Coming now. Ayda burcur dedin sen. Arkadaş bunları kim yiyip kurtaracak kurban olun. Et de değil sana. Keşke lan. Süper doğru. Hadi Can, Türkan, pis yazanları sessiz at. Uşaqlar bu ne düşün dediği kurban olum size. Siz denize gidende kaşyumuza giyinirsiniz, başınıza dönerim. Elman. Ben partiyip desen kaydacağım ve Bakıya. Ama neyi var ac edeyim de onu da diyeyim. Acımıştı. Bu gün 2 dəfə yemək yemişəm. Səhər 1 dəfə. 2 dəfə. 3 dəfə. O da normaldır da. Sağlar, buranın yeməkləri dadsızdır. Hem bahatçılıqda hem de dadsızdır valla. Hem əyləncəlidir də. Hər gününüz olsun, çok sağ olun. Sevərlə bugün danışmışsam 2 dəfə. Ben Bakıda deyirəm ki, Ürəyim onun yanına gedin. Gələndə inşallah gedəcəm yanına. Çok tuz verirlər ona.
Bakıya gələndə yanına gedəcəm. Şəkli bura uşaqlar. Ne biçim kadar? Elə belə yaxşıdır. Bir qələt eləyə bilmirik, bir çay içə bilmirik, bir dura bilmirik. Bu da adama söz bağlayırlar. Valla keyf edir, yaxşı edirlər. And ol Allaha yaxşı edirlər. Qur'ana and olsun yaxşı edirlər. Yolun ortası açıq aşkar. Qayıdıb deyə bilərsən, niyə edirsən? And ol Allaha qayıdıb deyə bilmərsən. Yolun ortasında ürəkləri nə istir edirlər. Bir dənə ad günü keçirtdim, qələt elədim, 42 yaşımı qeyd elədim. Ölkədə məni söyməyən qalmadı. Biri Persinin biri də çıxıb deyib ki, həcini araşdırmaya verin. Nəyi araşdıracaqlar məni? Mənim nəyim var ki, araşdıracaqlar? Sən kimi o qədər qeydirmə jurnalistlər var, padvallarda yatır. Onu bunu şantaj edib pul alıb. Onun üzerine şantaj eden lazım. Araştıran lazım. Mənim nəyimi araşdırmaya verəcəklər? And ol Allaha, Türkan. And ol Allaha. Çəkib paylaşsan, storydə baxsaz şok keçirərsiniz ki, həqiqət həcə ora Dubaydır. Qara cəmat həyatını yaşayır burada. Öpüşən kim, görüşən kim, yol alda kim kimin belindən minən kim. Nəyinə lazımdır cəmatın? Sən nə işlə məşğulsun? Hamının həyatı var, əzizim. Bizim Bakıdadır belə şeylər. Ayırman. Nə bu göstərim? Belə gəldi çörəyə. Uşaqlar baxın, ət burada belə gəlir. Civiyerədən. Can, İlkin. Haradayan? Civiyerədən. Mera. Arada beynim çönür uşaqlar. Buradakı sərbəstliyi görürəm, buradakı insanlarla bir-birinə davranmağını, bir-birinə hörməti, izzəti, qayğını görürəm. Arada çölü Bakıya da baxıram, deyirəm kaş bizdə də belə ola. İnsanlar bir-birini anlaya, bir-birinin başlarını, işlərini bir-birinin başına soxmaya.